Günay Hocam merhaba. Nasılsınız? Ben Mustafa. Beni duyabiliyor musunuz? Aynur Hanım, Şelale Hanım, Nicat Babareva. Hepiniz hoş geldiniz. Günay Hocam beni duyabiliyor musunuz? Merhaba hocam. Sizi duyuyoruz. Merhaba. Nasılsınız? İyi misiniz? Sağ olun. Siz necəsiz? Teşekkür ederim. Sağ olun Aynur Hanım. Günay Yaxşı. Hocam girmedi sanırım ya da Günay Hocam duyabiliyor musunuz beni? Onlarda nəsə problem var. İndi yəqin hamısı satılacaq. Günay Hanım gördüm şimdi. Tamam. Hı hı. Tamam. Merhaba Şelale Hanım. Hoş geldiniz. Merhaba. Beni Merhaba. duyabiliyor musunuz? Günay Hocam sizi duyuyoruz. Görüntünüzü şu anda göremedik fakat duyuyoruz sizi. Ama ben görüntümü de açtım galiba. Hocam 2 tane oturum açmışlar. Yankı ondan dolayı bir yankı yapıyor. Şimdi biri kaldı galiba. Öyle mi? Şu anda Yok, biri kaldı. hayır, bitti. Yine 2 tane var. Günay müəllimə yenə 2 dənədir müəllimə. Hocalarım Priştina'dan hepinize selamlar. Priştina'dayız. Hocamızın yüz yüze tarafını Priştina'da gerçekleştirdik. Uzaktan sunumları size birlikte gerçekleştirdik. Günay Hocam başkanı. Günay Hocam ben size oturduğunu kabul edeyim. Herhangi bir sorun yok sanırım. Merhaba hocam. Nasılsınız? İyi misiniz Günay Hocam? Sağ olun. Siz nasılsınız hocam? Ederim. Çok sağ olun. Telefonla katıldım çünkü bilgisayarda bir problem oldu galiba. O yankı hocam şöyle bir tanesinin mikrofonunu kapatırsanız yankı azalmışsınız. Yankı duyabiliyor o zaman. Hocam aslında ben bilgisayarda kapattım tamamen. Bir dakika. Hı. Tamam, kapattım. Şimdi iyi mi? Yani şu an yankı sorunu çözüldü. Tamam. Evet. O paylaşım yapabiliyor musunuz? Bir de ona bakalım. Bir de onu da kontrol Evet. eder. Buradan yapabiliyorum, evet. Diyorsa hocam. Müəllimə, Aynur müəllimədə də 2 dənə oturumda açılıb. Ben şimdi böyle yaparsam siz benim ekranımı görüyor musunuz? Şu an görünüyor hocam. Ben görebilirim. Arkadaşlarımıza göre. Ekranınızda ne varsa hepsi görünüyor. Ses çıkmıyor. Tamam. Yok, ses de yoktu, tema da yoktu. Buradan şöyle. Mesela ben paylaştım. Görünüyor mu? Görünüyor hocam. Tamam. Tamam. Görünüyor. O zaman ben size oturumu devam ediyorum. Oturum tamamlandıktan sonra toplantıyı sonlandırırsanız bütün işler bitmiş olur. Kayıt kendisi alıyor zaten otomatik kayıt yapıyor. Tamam hocam. Tamam hocam. Sertifikalarda hocam oturum bittikten sonra size e-posta olarak bir malumat gelecektir. O malumata göre sertifikalarınızı hocam sisteme giriş yapıp indirmeniz gerekmektedir. Onu da indirdiğiniz zaman zaten gerekli bilgiler verilmiş olacak. Bana soracağız herhangi bir soru var mı acaba hocam? Hayır, teşekkürler hocam. Sadece dediğim gibi bilgisayarda açılmadığı için telefonda biraz şey oldum. Şimdi inşallah idare Şu an- edebiliriz. Sorun gözükmüyor. Evet. Yani telefonunuzda o sunumun olduğu ekrana gelirseniz biz de buradan görebiliriz. Daha doğrusu karşımıza görebiliriz. Tamam. Hocam teşekkür ederim. Başarılar hepimize. İyi sunumlar diliyorum. İyi günler. Teşekkürler hocam. Teşekkürler. Müəllimə, Güzel. Günay Aygün müəllimə yazmışdı. O deyir ki, məndə açılmır görüntü. Nə səs, nə görüntü açılmır.
Amma belə qoşulub, hani heç görünmür axı. Məndə də niyəsə səs echo verir. Bizdə də səs Hayır, yaxı. Günay müəllimə, bizdə Eva məndə də echo verir. Bir də kompüterdə məndə səs açılmadı. Görüntü İndi siz açıldı. ekranda kompüter- mənim şeyimi görürsüz, paylaşımımı. Bəli. Ekranda mənim deməli şeyi görürsüz də, hə? Məsələn, WhatsApp-a girdim. Bəli, bəli. Mən də deməli bura atmışam. İndi mənim elə bir ekranımı görürsüz, hə? Bəli, bəli. Yaxşı, onda elə qoyun ekranım açılmışkən mən bunu eləyim. Mən öz sunumumu eləyim. Sonra Allah qoysa sizinkinə başlayaq, olarmı? Olur. Bir də bir söz deyim də, Günay müəllimə, mən də kompüterdə paylaşımımı elədim. O görünür ya görünmür? Bir saniyə. Biz səni görürük, yox. Yox, Sən onda telefondan, kompüterdə Aynur müəllimə, siz telefondan qoşulmusunuz deyə biz sizin özünüzü telefonda görürük, amma paylaşımınız kompüterdədir. Ona görə hə, ya özünüz kompüterdən qoşulmalısınız, ya da mənim kimi telefondan açmalısınız paylaşımı. onda telefondan girim. Çünki bu kompüterdə mən nədir, səsim açılmır. Onda keç telefona. Məndə də Onda nəsə telefon. problem yarandı. Yəni, məndə də kompüterdə ekran görünür, amma səsim yoxdur. Onda telefona Onda keçim təkrar məndə. telefondan zəhmət olmasa siz atılın. Onda tamam çıxım da, tamam kompüterdə. Hə, kompüterdən orada leave düyməsi var, tərk eləmək. Bir dəqiqə. Join cancel. Bunu eləyim çıxım. Aha, çıxdım. İndi mən burada paylaşımımı necə eləyəcəm? Bir dənə mənə onu deyin, başlayaq. Telefonda, ekranda deməli, Nöqtələr basanda var. orada 3 nöqtə var, hə. Sən nə dilindədir telefonun? Türk dilində. Türk dilində, bəli. Orada paylaş yeri vardı. Onu 3 basarsan. nöqtə var. Onu vuracağım, paylaşacağım. Ay, sağ ol. Yaxşı. İndi onda elə Aygün də Şəlalə zəhmət olmasa Aygünə yaz. Yenə də probeləsində qatılmağa. Telefondan probelesin. Yaxşı. Telefondan eləyək. Hə, kompüter alınmadı çünki. Şəlalə eşidə bilirsən məni? Bəli, bəli, müəllimə yazıram. Yazıram elə Aygün müəlliməyə. Salam Günay müəllimə. O da Aygün müəllimə qoşuldu. Əla, telefondan qoşulun. Belə başa düşdüm ki, nəsə bu deməli problem yaşanır, kompüterdən qoşula bilmirik. Telefondan olsun, yox, paylaşımımızda buradan eləyərik. Mənim ekranda bu dəqiqə görürsünüz, deməli mövzumu, düzdür. Əslində sıraya qalsa, yəni sıralamada bizim bugünkü deməli konfransda birinci Şəlalənin adı idi. Amma da mən açmışam, birdən itirərəm deyə mən birinci danışım, sonra növbəti çıxışlara yer verək. Bildiyimiz kimi 2 gündür artıq dünəndən etibarən deməli beynəlxalq bir konfrans keçirilir, uluslararası bir konfrans keçirilir, yüksək səviyyədə təşkil olunubdur və bu bir çox sahələri əhatə eləyir. Eynilə biz bu dəfə musiqi sahəsində, yəni öz sahəmizdə də çıxışlar hazırlamışıq. Mən hər kəsə başarılar, uğurlar diləyirəm və icazənizlə deməli öz sunumumu sizlərə təqdim etmək istəyirəm. Mənim mövzum Naxçıvan musiqi folklorunda yallılar, köçəri və tənzərə haqqında olacaq. Bilirik ki, Azərbaycan xalqı köklü tarixsel gelişimi və zəngin kültürel mirası ilə diqqət çəkən qədim topluluqlardan biridir. Bu mirasın ən önəmli biləşənlərindən biri olan müzik folkloru toplumun estetik anlayışını, yaşam biçimini və kollektiv hafızasını yansıtan təməl ifadə alanlarından biri olaraq önə çıxmaqdadır. Özəlliklə xalq dansları, müzik və hərəkətin orqanik birlikdəliyi üçün şəkillənmək yalnızca sanatsal bir form deyil, aynı zamanda sosial və kültürel bir iletişim aracı işləvi görməkdədir. Bu bağlamda yanlı dansları Azərbaycan müzik folklorunun ən əski və ən özgün türlərindən biri olaraq dəyərləndirilməkdədir.
Arkeolojik və etnografik bulğular Azərbaycan coğrafiyasında dans kültürünün kökənlərinin çox eski dönəmlərə dayandığını göstərməkdədir. Özəlliklə Qobustan və Gəmiqaya bölgələrində bulunan qaya resimləri toplu dans səhnələrini belirləyərək bu topraklarda ritüel və kollektiv hərəkət kültürünün binlərcə il öncəsinə uzandığını kanıtlamaqdadır. Söz konusu təsvirlər insanların bir araya gələrək gerçəkləşdirdiyi ritmik hərəkətlərin zamanla sistemli dans biçimlərinə dönüşdüyünü ortaya qoymaqdadır. Araşdırmalara görə bu tür toplu dansların ilk örnəkləri doğa olaylarına, bərəkət inançlarına və kutsal qəbul edilən göçlərə yönəlik ritüellər çərçivəsində ortaya çıxmış, daha sonraki dönəmlərdə isə toplumsal yaşamın farklı alanlarını yansıtan sembolik anlatım biçimlərinə dönüşmüşdür. Yallı danslarının kökəni də bu qədim ritüel və kollektiv hərəkət gələnəyinə dayanmaqdadır. Halay tipli toplu danslar olaraq dəyərləndirilən yallılar özəlliklə Naxçıvan bölgəsində zəngin çeşidliliyi ilə diqqət çəkməkdə və bölgənin müzik folklorunun təməl unsurlarından birini oluşturmaqdadır. Naxçıvan yallıları içərisində önəmli bir yerə sahib olan köçəri və tənzərə örnəkləri həm müzikal yapı, həm də semantik içerik baxımından diqqət çekici özəlliklər taşımaqdadır. Köçəri yallısı göçəbə yaşam tarzının dinamiklərini və hərəkətliliyini yansıtırkən, tənzərə yallısı daha çox ritmik düzəni, dramatik yapısı və kollektiv icra özəllikləri ilə önə çıxmaqdadır. Bu yönü ilə söz konusu yallılar yalnızca folklorik dans örnəkləri deyil, aynı zamanda tarixsel süreç içində şəkillənmiş kültürel kodların tarixçisi nitəliyindədir. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan bölgəsi tarixsel olaraq öyle bir coğrafi konumda bulunuyor ki, onun sınırı olduğu ülkeler Doğu tarihində kendisinin mədəni başarıları ilə hər zaman seçilmiş və tüm Doğu halklarının mədəni gəlişiminə büyük etkilə bulunmuştur. Bu anlamda Naxçıvan folkloru komşu, nüfusu genellikle Türklerden oluşan halkların, ülkelerin mədəni başarıları ilə ortak niteliklərə sahip olmuştur. Naxçıvan folkloru alanında bilim insanlarının yaptığı çok sayıda araştırmalar bunu kanıtlıyor ki, Naxçıvan sınırındaki ülkelerin folkloru ile bölgenin folkloru arasında genetik bağlantılar mevcuttur. Naxçıvanın müzik folklorunda mevsim şarkıları və günlük həyatımızdakı şarkılar, halk namələri, aşıq musikisi və şu anda yallı oyun havasının 40'tan fazla türünün olması bu bölgenin çok eski ve zengin bir müzik folklorunun olduğunu bir kez kanıtlıyor. Naxçıvan bölgesinin zengin folklor ortamını araştırırken antik çağlardan günümüze kadar 6 türde danslara rastlamak mümkündür. Naxçıvan müzik folklorunun süsü olan yallı oyun havası kendisinin tür çeşitliliğinde, icra özelliklerine göre diğer oyun havalarından farklıdır. Bunların arasında geleneksel danslar, mevsim ve tören dansları, oyun havaları, günlük hayatımızdaki danslar, kahramanlık ve spor dansları, yallı dansları ve günümüzle bağlı çeşitli oyun danslar önemli yer tutmuştur. Yallı dansı toplu halde icra edildiği için o insanlarda neşeli duygular yaratmaktadır. Aynı törenlerde, ayrı törenlerde icra edilen yallılar geniş halk toplumu tarafından teveccühle karşılanmış ve onun icrası sadece yalnız Naxçıvanda değil, tüm Azerbaycan'da gelenek şeklini almıştır. Genel olarak Naxçıvanda ünlü olan yallılar arasında Doktor Kemal Hasanov kendisinin Kadim Azerbaycan Halk Oyun Havaları kitabında şöyle söylemiştir. Son zamanlara kadar bu ilçede, burada Şərur ilçesi öngörülmüştür. 100'den fazla yallı mevcut olmuştur. Bunlardan bazıları yaşlı insanlar tarafından hatırlanıyor. Bunlar döne yallı, çınq-çınq, qopu, qazqazı, köçəri, tənzərə və diğer yallılardır. Konumuz esasen köçəri ve tənzəri yallı dansları olacaktır. O yüzden de bunların analizine bir bakalım. Köçəri yallısı ağırlıklı olarak Azerbaycan'ın en eski bölgelerinden biri olan Naxçıvanda oluşmuş ve yaygınlaşmıştır. Azerbaycanlılar kendilerinin ata yurtlarını yani Batı Azerbaycan'dan, şimdiki Ermənistandan tamamilə çıxarılmadan önce zamanlarda 1988 yılına kadar onların icra ettikleri çok popüler dans olmuştur. Türkiye'de de bu dans popülerdir. Köçəri, göçebe kelimesinin etimolojisi ile ilgili şöyle bir bilgi vermek mümkündür. Koç, goç yani koyunun erkeği, köç, göç yani bir yerden başka bir yere, başka bir eve taşınmak, gitmek gibi algılanıyor. Böylece kelimenin
qoç anlamında olması onun Türk kökenli olmasına daha bir şüphenin olmadığını gösteriyor. Çünkü Azərbaycan ərazisində İslamdan önceki zamanlarda məzarlıqlarda baş taşı olarak baş taşı üzerine taş koç veya taş at heykelleri koyulmuştur. Taş koçlu mezarlara Oğuz mezarları denilirdi. Bahsettiğiniz üzere bu oyun havası Azərbaycanın genellikle Nahçıvan bölgesinde özellikle de Şərurda icra edilen yalılardan olmuştur. Bu yalı terekeme denilen koyun ve sığır yetiştiriciliği yapan daha sıcak yerlerden serin yerlere, yaylalara giden ve sonbaharda geri dönen hayvan yetiştiricilerinin yaratmış olduğu bir oyun havasıdır. Genel olarak balaban ve davulun eşliğiyle icra olunan oyun havasının müziği 19. yüzyılda sazla veya zurna ile icra olunuyordu. Köçeri yallısının birinci bölümü moderato, orta ağırlıklı, ikinci bölümü ise allegro, yani çabuk tempoda oynanıyor. Metrik boyutlar genelde 4'te 2, 4'te 4 ve 8'de 6'dır. Yükseklik açısından analiz zamanı bu oyun havasının segah ağırlıklı olması, orta kısımda şura dokunması ve yeniden segaha dönmesini görüyoruz. Burada gördüğünüz birinci hissənin musiqi nömrəsidir, nümunəsidir. Aşağıda ise gördüğünüz ikinci bölüm yazılansa ikinci hissədir. Deməli, ümumiyyətlə iki hissədən ibarətdir. Yalılar bilirik ki, ümumiyyətlə 2 və yaxud da 3 hissədən ibarət olan olur. Köçəri ise 2 hissəli yalılara daxildir. Bu dansı melodisini birinci zurna çalarken ikinci zurna do sesini dem tutuyor. Do, re ve mi perdeleri segahın önemli bir göstergesidir. Segah ta eski zamanlardan Azərbaycan halkının müzik tefekkürüdür. Sıradaki Tənzərə yallısı hakkında konuşmak istiyorum. Tənzərə yallısı da Nahçıvan Özək Cumhuriyeti'nin Şərur ilçesinde daha sık kullanılan yalılardan biridir. Yarısı altın anlamı taşıyan bu oyun havasında altın süsten, kolyeden, boncuktan, küpeden, yüzükten ve başka mücevherlerden neyi varsa hepsini giyip oynayan kadınlar genel olarak güzellik ve parlaklığı belirtiyorlar. Tənzərənin ismi tam olarak buradan alınmıştır. Ten yani yarı, zer ise pahalı, takı, süs anlamındadır. Küçük parmaklar ile birleşerek icra olunan bu dans 2 bölümden oluşmaktadır. Andante tempoda birinci bölüm, şurada başlayan yalının ilk kısmı yapısına göre 3 boyutludur. Birinci bölümün ardından ortasında mahur aralığı duyuluyor. Orta bölüm şur aralığındadır. İkinci kısmın metroritmik açıdan değişiklikler allegro temposunda çalınıyor. Belirtmek gerekiyor ki doçent doktor Əqidə Ələkbərova Köçəri yalısının 10, Tənzərənin ise 11 çeşidini ortaya çıkarmıştır. Sonuç olarak söyleyebiliriz ki bu araştırma sonucunda Nahçıvan müzik folklorunda önemli unsurlardan biri olan Köçəri ve Tənzərə yalılarının hem müzikolojik hem de sosyokültürel açıdan zengin ve çok kapsamlı bir yapıya sahip olduğu belirlenmiştir. Yapılan analizler bu dansların metroritmik çeşitliliği, biçimsel özellikleri ve kolektif icra geleneğiyle yalnızca estetik bir değer taşımadığını, aynı zamanda toplumsal birlik, dayanışma ve ortak kimlik bilincinin oluşumunda önemli bir rol üstlendiğini ortaya koymuştur. Araştırma sürecinde elde edilen bulgular Köçəri ve Tənzərə yalılarının tarihsel kökenlerinin derinliğini ve Türk kültürel çevreye olan organik bağını açık şekilde göstermektedir. Öte yandan söz konusu folklor örneklerinin farklı kültürel çevreler tarafından sahiplendirilmesine yönelik iddialar bu alanda bilimsel ve sistemli araştırmaların önemini daha da artırmaktadır. Nitekim folklorşünaslar ve araştırmacılar tarafından ortaya koyulan bilimsel veriler Köçəri ve Tənzərə yalılarının Azərbaycan halkına ait olduğunu açık biçimde kanıtlamaktadır. Bu bağlamda kültürel mirasın korunması ve doğru biçimde tanıtılması yalnızca ulusal değil, aynı zamanda uluslararası düzeyde de önem arz etmektedir. Bu çerçevede 26 Kasım 1 Aralık 2018 tarihleri arasında UNESCO'nun somut olmayan kültürel mirasın konuşması Hükümetler Arası Komitəsinin 13. oturumunda alınan karar doğrultusunda Yallı, Köçəri, Tənzərə, Nahçıvanın geleneksel toplu danslarının acil koruma listesine dahil edilmesi bu kültürel mirasın özgünlüğünün ve ait yerlerinin uluslararası düzeyde
təscillənməsi baxımından böyük önəm daşımaqdadır. Diqqətinizə görə təşəkkür edirəm. Mənim deyəcəklərim bu qədər. Sualı olan varmı mənə mövzumla bağlı? Çox təşəkkür edirik Günay Hoca. Təşəkkür Çox edirik müəllimə. yaxşı bir Mən təşəkkür mövzuya, edirəm. yəni toxunmusunuz. Bizim yəni folklor musiqimizdir, yallılarımızdır. Bu bütün dünyada tanınır. Və siz bu iş üzərində tədqiqat işi aparmısınız. Mənə elə gəlir ki, çox ətraflı bir çıxış elədiniz. Bunun üçün sizə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. İndi mən burada ekranımı görürsünüz də, yəqin ki, istəyirəm. Bəli. Deməli, mən öz ekranımın paylaşımını saxlayam. Prosto, məsələn, belə desəm, mən harda mən eşidib görə bilirsiniz indi? Eşidirik, amma Bilirik, amma görüntü yoxdur. eşidirik. Hə, eşidirik, amma Görüntü görüntü yoxdur. Ekran, yenə də ekran paylaşımım görünür. yox. Elə doktor Məmmədova yazıb. Hə, özümü də görmürsünüz. Xeyr. Yəni, yox. Yaxşı, qoy baxaq görək elə. Hara getdi? Neynədi? Yaxşı, indi belə deyək. Bizdən deməli, bir baxaq görək. Növbəti çıxışımızı alaq. Deməli, Şəlalə, sən çıxış edərsən zəhmət olmasa. Deməli, Şəlalə Rəhimli, bir dəqiqə sənin. Açın paylaşım müəllimə. Birinci Aygünün çıxışı olmalıdır. İstəyirsiniz Aygün müəllimə, Bababayeva, sıralama ilə Aygün də gedə bilərik. İstəyirsiniz Hə, hə. Aynur müəllimə, sonra Aygün müəllimə, sonda mən çıxış edə bilərəm. Məndə Yoxdur. deməli sıralamada belədir. Aygün Babaverdiyeva, sonra Aynur Qasımova, sonra Şəlalə Rəhimli, sonra mən idim, amma deməli sən məni gördünüz. İndi Əlimin altındaymış. Videonu basmışam, bağlamışam. Deməli, o zaman sözü verək biz Aynur müəllimiyə. Çıxış üçün sözü veririk Aynur Qasımova. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Qasımova. Mövzusu Üzeyir Hacıbəylinin Azərbaycan Oda vokal müziğinin gəlişimində rolü. Buyurun Aynur xanım, sizi dinləyirik. Çox sağ olun Günay müəllimə, çox hörmətli Günay müəllimə, doçent Günay xanım və konfrans iştirakçıları hər birinizi salamlayır və hər birinizə uğurlar arzu edirəm. Mən bir dənə paylaşımımı eləyim. Aha, demək paylaş yerinə, ekranı paylaş. Səs dosyası olmadan Şəlalə ekranı paylaş elə, onu vuracağım telefonda. yox, səs dosyasını bağlasaz axı sizin səsiz gəlməz. Hə, elə Aha, məndə budur. səhv eləmirəm, belə bir şey gəlmədi. Elə paylaşı bassaz. Yayını başlat. Mən Yayını WhatsApp-da başlat, bəli. Bəli, yayını başlat. slaytlarımı. İndi ekranınız görünür. Ekran görünür, amma slaytıma bəs mən necə girim? Aha. Həmin o Sənin slaytların Mən atmışdım sizə slaytımı. açmışdım, mən. Aha, budur. Aha, Göründü. Slayt. Bəli, görünür. Başlaya bilərəm də, eləmi? Bəli. Aha. Demək, insanlıq tarixində kendiləri üçün doğmamış, bəlkə də tüm halka və hətta genel olaraq insanlığa fayda sağlamaq və onların iləriləməsinə katkıda bulunmaq üçün yaratılmış sanatçılar və şəxsiyyətlər vardır. Bu tür insanlar halka sadəcə yaşamları boyunca deyil, ölümündən də sonra fayda sağlamışdılar. Azərbaycan müziğinin gelişimində biçilməz katkılarda bulunan Dahi Üzeyir Hacıbəylinin bu sözləri öncəliklə bəstəcinin kendisinə atf edilə bilir. Bildiyimiz kimi Üzeyir bəy ulusal opera, musikal komediya, halk şarkısı, qazel roman, kantata, oratoriya alanlarında yazılan ilk əsərlərin yazarı olaraq müzik tarixinə vazgeçilməz bir bəstəçi olaraq geçmişdir. Ayrıca müzikoloq bilim insanı, oyun yazarı, mükəmməl bir eğitimci, yayıncı, gazeteci,
kimi tanınmış və müzik eğitimi və muzikolojinin şəkillənməsinə böyük katkılarda bulunmuşdu. Qeyd etmək lazımdır ki, 1908-ci ildə səhnələnən Leyli və Məcnun operası sadəcə Azərbaycan operası deyil, aynı zamanda Doğu dünyasının ilk operasıdır. Muğamı klassik opera türü ilə birləşdirən bu əsər müzik tarixində deməli bir inqilabi hadisə oldu. Daha sonra onun yarandığı operalar Şahbaz və Xurşudbanu, Aslı Kərəm və Koroğlu gibi operalarında Azərbaycan folklor motivləri və qəhrəmanlıq temaları muzikal bir dil ilə ifadə edildi. Özəlliklə 1937-ci yılında böyük bir başarı ilə səhnələnən Koroğlu operası müzik mirasımızda eşsiz bir yer aldı. Üzeyir Hacıbəyli çox yönlü çalışmaları ilə Azərbaycan müzik kültürünün və muzikolojisinin təməl ilkələrini də oluşturdu və yeni nəsil bəstəcilərin yetişdirilməsinə böyük katkı sağladı. Ən önəmli bilimsel çalışmalarından biri olan Azərbaycan xalq müziğinin təməlləri əsərində Doğu muğam sisteminin bilimsel bir açıklamasını sundu. Muğamların tonal, pərdə və yapısal özəlliklərini sistemləşdirdi və bunları Batı müzik teorisinin prinsipləri ilə qarşılaşdırmalı olaraq yorumladı. Üzeyir Hacıbəyli müzik eğitimi alanında da önəmli başarılara imza attı. Bildiyimiz kimi o müzik okulu, müzik texnik okulu, ilk çox səsli koro, ilk müzik alətləri orkestrası və Azərbaycan Dövlət Konservatuarını kurdu. Və Üzeyir Hacıbəyli müzik kültürümüzdə yeni bir yönün və ulusal bir bəstəçilik okulunun təməllərini attı. Bəstəçi zamanın taleblərini və halkın manevi ehtiyaclarını dərindən hiss etdi və tüm unsurları ilə bunu yaradıcılığında yansıtmaya çalışdı. Qısacası Üzeyir bəy ulusal müzik kültürünü dünya klassik müzik səviyyəsinə yüksəltmək üçün yorulmaq bilmədən çalışdı. Bu nədənlə Üzeyir bəyin sanatı müasir dövrümüzdə də hala keçərliliyini koruyur. Və bunu da qeyd etmək istərdim ki, Qarayevin, dahi bəstəkarımız Qarayevin dediklərini xatırlatmaq istərdim. Musiqimiz alanındakı hizmətlərini tək bir kəlmə ilə ifadə etməmiz gərəkirsə, Üzeyir Hacıbəyli Azərbaycan müziğinin babasıdır derdik. Bəstəci əsərlərində çox çeşidli müzik tarixlərində kəndini özgü bir yaradıcı üslub oluşturmuş, müziğe yeni stiller kazandırmış, ən önəmlisi ulusal və Batı Avropa geleneksel müzik türlərini bir-biri ilə mükəmməl şəkildə sunmayı, uyum içində sunmayı başarmışdır. Üzeyir Hacıbəylinin müzik mirası çeşidli türləri bir araya gətirsə də, özəlliklə romans türündəki əsərləri böyük önəm taşır. Zira bu əsərlər bəstəcinin lirikliyə, şiirsel mətnə və insanın iç dünyasının müzik yolu ilə ifadəsinə olan hassas yaklaşımını göstərməkdədir. Romans asıl duyğuların ən gözəl ifadəsi olan klassik müzik turudur. Bahs etdiyimiz janr xarakterizə etmiş olsaq, lirik ifadə tərzini korurkən sosial, psikolojik, dramatik və modern çağın tələblərinə uyğun çeşidli temaları bir araya gətirdiyini və aynı zamanda kəndinə özgü özəllikləri, dönəmsəl yapı özəllikləri və müzik dilinin çeşidliyi ilə dünya müzik sanatının öndə gələn isimlərini kəndinə çəkdiyini söyləməliyiz. Bildiyimiz kimi Azərbaycan müziğində romantik janrın oluşum tarihi Asaf Zeynallının adı ilə bağlıdır. Bəstəci əsərlərində ulusal müzik gələnəkləri ilə Avropa müzik tarzlarını sintezləyərək Doğu və Batı müzik düşüncəsinin vəhdətini, birliyini sağlamaya başarmışdır. Bilindiyi kimi, ulusal oda vokal müziğində bir başqa romans janrı da vardı ki, 1940-cı ildə Üzeyir Hacıbəylinin çalışmaları ilə ortaya çıxan romans qazel janrıdır. Hacıbəyli ədəbi və muzikal biçimlərin birliyi gələnəyini, qazelin müziklə üzvü bağlantısı gələniyini yaratıcı bir şəkildə kullanaraq bu ədəbi janrı müziklə yenidən birləşdirdi və qazeli müziğə inteqrə edərək Azərbaycan vokal müziğində yeni bir janrın və biçim olan romans qazel janrının təməlini atdı. Bu nədənlə bəstəçi Azərbaycan klassik şiirinin öndə gələn ismi Nizami Gəncəvinin doğumunun 800 illik münasibəti ilə Sənsiz və Sevgili Canan adlı vokal miniatürlərini bəstələdi. Hər iki qazel romansda
Deməli, hər iki qəzəl romansı da Batı Avropa Bəstəçilik Okulundan mənimsədiyi və əsərlərində kullandığı modellərlə ulusal melodinin, harmonik ton sisteminin və periodik yapının kurallarını sintezləşdirməyi bacardı. Bu açıdan Sənsiz və Sevgili Canan romansları Üzeyir Hacıbəylinin muzikal şiir anlayışının öncül örnəkləri olaraq dəyərləndirə bilərik. Bəhs etdiyimiz bəstəçinin vokal əsərləri musiqi üslub açısından özgünlükləri və milli ruhu ilə önə çıxmaqdadır. Yaratdığı romanslar arasındakı farq burada müzik və sözlərin birliyinin sadəcə müşahiət funksiyasını yerinə yetirməklə qalmayıb, bir-birini tamamlayan və duyğusal tabloyu bütünləşdirən tək bir sanatsal sistem oluşturulmasındadır. Deməli, sunulan romans qəzellərin klassik yapısı xalq şarkıları ilə yaxından bağlantılıdır. Hər iki əsərdə xalq muzeyinin, xalq, milli və üslubsal özəlliklərinin kullanımı kəndini göstərməkdədir. Azərbaycan muğamlarının intonasiya özəlliklərini, xalq şarkılarının melodik zənginliyini, klassik vokal muzeyinin biçim və gelişim prinsipləri ilə ustaca birləşdirmişdir. Ayrıca sunulan əsərlərdə qəzəlin lirik məzmunu və bəhirlərinin muğam intonasiyalarla birləşdiyi, muziyin şiiri dəstəklədiyi və şiirin də muziyi yücəltdiyi və böyləcə Nizami və Hacıbəyli kimi iki böyük şəxsiyyətin dühasının ədəbi aşkı yücəltən sanat əsərində bir araya gəldiyi də belirtilməlidir. Bəstəcinin bəstələdiyi Sənsiz və Sevgili Canan adlı qəzəl romansları oda muzeyi və vokal muzeyinin ən çarpıcı örnəklərindən biridir. Hər iki əsərdə Üzeyir Hacıbəyli Nizaminin qəzəllərinin olay örgüsünü koruyaraq şiir və muzeyin birliyini sağlamış, qəzəlin ölçüsünü muzeyə ustaca geçirmiş və şairin yaratıcılığının ruhuna uyğun əsərlər ortaya qoymuşdur. Burada romans türünün təməl özəllikləri, qəzelin sanatsal məzmunu, bəhirləri və muğam lirikası ortaq bir bütünlük oluşturmaqdadır. Vokal bəstə Sənsiz, klassik romans, şarkı və muğam gelişim ilkelərinin təməl özəlliklərini bir araya gətirməkdədir. Romans qəzelin özgün yapısı və klassik yönləri xalq şarkıları ilə yaxından ilişkilidir. Bu əsərdə sözlər, romantik duyğular, vatan sevgisi və insan duyğularının incə nüansları ön plana çıxmaqdadır. Sənsiz vokal miniatürü Seycah muğam intonasiyaları üzərində bəstələnmiş və Bayatı Şiraz ladından da istifadə olunmuşdur. Böyük duyğusal gücə və dərin düşüncələrə sahib ölümsüz Azərbaycanlı lirik şair Nizaminin qəzeli çox melodik olduğundan Üzeyir Hacıbəylinin muziyi ilə sintezləşməsi sonucunda son dərəcə gözəl və zarif bir sanat əsəri ortaya çıxmışdır. Sənsiz qəzelində aşkın acısı, istiraf və umutsuzluqla örtülü olan liriklik, müzik aracılığı ilə yenidən canlandırılmışdır. Bu romansın muzikal dili son dərəcə duygusal, dramatik, aynı zamanda dərin bir lirikliyə sahibdir. Melodinin dalğalanan gelişimi və harmoni yolu ilə yaratılan gerilim dinləyicini duyğuların dərinliklərinə sürüklüyor. Sənsiz qəzəl romansı sadəcə melodik bir bəstə deyil, aynı zamanda şiirsel bir itirafın özünü daşıyan bir sanat örneğidir. 1943-cü ildə Azərbaycan müzik dünyasına sunulan romantik qəzəl Sevgili Canan sanatsal və estetik algı açısından böyük önəm taşımaqdadır. Əsər muzikal üslub baxımından özgünlüyü və milli ruhu ilə önə çıxmaqdadır. Müzik asaləti, saf və yücə duyğuları, sevgiliyə duyulan hayranlığı dərin bir aşk duygusunu yüceltməkdədir. Bəstəcinin tüm yaratıcı çalışmaları boyunca izlədiyi milliyyətçilik Sənsiz əsərində olduğu gibi xalq muzeyinin üslub özəlliklərinin kullanımı, vokal miniatür Sevgili Cananda da açıqca kendini göstərməkdədir. Əsəri dinlədiyimizdə folklor muziki və xalq yaratıcılığı ilə dərindən bağlantılı və dünya müzik kültürünün eşsiz kurallarının və düzənləmələrinin ustaca benimsəmiş bənzərsiz bir yaratıcılıq örnəkliyi ilə taşıma fırsatı buluyoruz. Sənsizdə olduğu kimi bəhs etdiyimiz əsərin muziki materialı da bəstəkarın muğam ezgilərinin, daha doğrusu Bayatı Şiraz
ladına içerməkdədir. Vokal miniatürün kulminasiyası bölümündə isə, yəni kalp nerede deyə sorduğumuzda Seycah melodisinin ünsürlərini zaten duyuyoruz. Əsər sevilən kişiyə duyulan hayranlığı, takdiri və dərin sevgiyi ifadə ediyor. Performans boyunca müzik acıyı, asıl deməli duyguları, umudu və dərin üzüntüyü təcəssüm etdirir. Sevgili Canan duygusal yoğunluğu və sanatsal etkisi ilə insan qəlbini dərindən etkiliyor. Bahs etdiyimiz hər iki qəzal deməli romansda yaxından tanışmamız sonucunda sanatsal içeriğin dərin duygusal etkisinin yazar tərəfindən böyük bir profesyonelliklə müzikdə həyata keçirdiyi və sonuç olaraq insanlığa duyduğu sonsuz sevgi ilə dolu Dahi Üzeyir bəyin büyüləyici müziğinin deməli yaratıldığı gündən bu günə kadar kalpləri coşturduğu bir kez daha açıkça ortaya çıkmaktadır. Sevgili Canan romansı həm şiirsel, həm melodik acıdan sanatsal müziğin dərin və zəngin bir örneğidir. Klassik doğu lirik deməli motivlərinə dayanan əsər sevgilinin imgesini soyut, tanrılaşdırılmış estetik bir güzellik simvoluna yüksəldir. Bu əsərdə bəstəci lirikliyi, tutkuyu və aşk romanının müzik araçlığı ilə idealize ederek duygusal ve ruhsal bir düzeye yükseldi. Özellikle melodi dizisinin serbest gelişimi, ritmik deməli esneklik və cümlələrin nəfəs alma algoritmasına görə bölünməsi əsərin içsel, şiirsel yapısı ilə deməli organik olaraq uyum sağlar. Bu deməli ifaçıların da yüksək dərəcədə duygusal zənginlik, gerçəkçi gözləmələr və texnik ustalıq gərəkdirir. Böyük Üzeyir Hacıbəylinin Sənsiz və Sevgili Canan adlı müzikal qazelləri vokal müziğin duygusal etkisini və Azərbaycan müzik düşüncəsinin estetik dərinliyini, şeir və müziğin birliyində yaratılan yüksək sanat keyfiyyətlərini vokal liriklərin ilk və klassik örnəkləri olaraq yaşayacaq və bəstəcinin unutulmaz əsərləri olaraq nəsildən nəsilə aktarılacaqdır. Sonuç deməli olaraq onu bildirmək istəyirəm ki, deməli Azərbaycanın öndə gələn bəstəcilərindən Üzeyir Hacıbəyli Azərbaycan oda vokal müziğinin oluşumunda və gelişimində vazgeçilməz bir rol oynamış. O da vokal müziğində romantik qazel türünün təməllərini atmış, milli və klassik ünsürləri sintezləmiş, şiir və müziğin birliyini sağlamış və gələcək bəstəçilər üçün güclü bir yaratıcı okul yaratmışdı. Yaradıcılığı milli müzik gəlenəklərinin Avropa klassik müzik türləri ilə sintezləşməsini sağlayaraq bu janrın profesional gelişiminin təməlini atmışdı. Bəstəcinin romantik əsərlərindəki şiir və müziğin yücə birliyi, duygusal dərinlik, lirik ifadə gücü, o da vokal müziğinin estetik kriterlərini belirləmişdi. Üzeyir Hacıbəylinin bu alanda yaratdığı örnəklər həm üslub, həm də biçim acısından sonrakı bəstəçi nəsilləri üçün örnək təşkil etmiş və milli müzik dilini zənginləşdirməyə hizmət etmişdi. Əsərlərində gözlemlenen melodik zənginlik, milli deməli intonasiyaların korunması, sanatsal ifadənin genişliyi Azərbaycan oda vokal müziğinin modern gelişim yönlərini belirləyən başlıca faktörlərdir. Onun fəaliyyətləri sonucunda Azərbaycan oda müzik sanatı həm ulusal ruhunu korumuş, həm də dünya müzik kültürünə enteqrə olmuşdu. Dolayısıyla Üzeyir Hacıbəylinin fəaliyyətləri kəndi dönəmi ilə sınırlı kalmayıb, Azərbaycan müzik kültürünün gələcəkdəki gelişimini güclü bir şəkildə etkiləyən təməl bir aşama olaraq kabul edilməkdədir. Diqqətinizə görə təşəkkür edirəm. Biz təşəkkür edirik Aynur xanım. Təşəkkür edirik. Gözəl Çox sağ olun, minnətdarım. Xanımlar, suallarınız varmı? Aynur Xeyr. müəlliməyə mövzu ilə bağlı. Aynur müəllimə bir daha təşəkkür edirəm. Olduqca maraqlı və əhatəli bir mövzuydu. Üzeyir bəyin yaradıcılığı elə bir dərin məna kəsb edir ki, Azərbaycan musiqiçisi üçün. Yəni yüzillər, əsrlər keçsə də Azərbaycan musiqiçiləri olaraq biz onun əsərlərini hər zaman araşdırmağa və təbliğ etməyi özümüzə borc bilməliyik. Bir daha sizə təşəkkür edirəm. Çox sağ olun Günay müəllimə, təşəkkür edirəm. Növbəti çıxış üçün sözü vermək istəyirəm. Aygün xanım Babaverdiyeva bizim deməli yüksək lisans öğrencimizdir. Maraqlı bir mövzusu vardı. Bəstəci Azir Rızayevin Oda müziği əsərlərində müzik özəllikləri, müzik dilinin özəllikləri qaliba burada böyle yazmalıydı.
Buyurun Aygün xanım, sizi dinləyirik. Salam, konferans iştirakçıları, dəyərli müəllimələrim, dəyərli tələbə yoldaşım Səlalə xanım, öncəliklə sizi salamlayıram. Mən də öz növbəmdə bəstəçi Azər Rızayevin Oda müziği əsərlərinin müzik dilinin ifadə özəlliklərindən danışmaq istəyirəm. Qaldım ki, onu Ekran paylaşımına bağladım. Müəllimə, görünür? Aha, əla. Görünür, Bəli, bəli. Buyur. Aha. Əvvəlcə özətdən bəhs edeyim. Azərbaycan müziğində kəndi özgü yaradıcı üslubu ilə önə çıxan bəstəçi Azər Rızayev Ulusal Bəstəçilik Okulunun genişliyində önəmli rol oynamış sanatçılardan biridir. Bu məqalədə bəstəçinin Oda müziği əsərlərində müzik dilinin ifadə araçları bilimsel açıdan incələnməkdədir. Çalışmanın güncəlliyi Azərbaycan müzikolojisində Oda müziği türünə olan ilginin artması və bu alanda müzik dilinin özəlliklərinin daha dərinlənməsinə, araşdırmasına duyulan ehtiyacla ilişkilidir. Bəstəçinin yaradıcılığında instrumental türlərin belirleyici bir konumda olması, zəngin bir oda müziği repertuarına sahib bulunması, bir konunun bilimsel açıdan elə alınmasını gərəkli kılmaqdadır. Çalışmanın amacı Azər Rızayevin Oda çalğı əsərlərində müzik dilinin temel ifadə araçlarının melodi, ritim, armonik yapı, doku və tını özəlliklərini belirləmək və bunların estetik içəriciyinin ortaya koyulmasında rolu analiz etməkdir. Bu amaca ulaşmaq üçün analitik incələmə, karşılaşdırma, yaklaşım, müzikolojik analizi və genəlləşdirmə yöntemlərindən yararlanmışdır. Araşdırma sonucunda bəstəçinin oda müziği yaradıcılığında ulusal müzik genəllikləri ilə çağdaş bəstəçilik texniklərinin organik bir sintezinin gözləmliyi təsbit edilmişdir. Özəlliklə muğam intonasiyalarına yaxın melodik gelişim, ritmik esneklik və çeşitli tını arayışları, onun müzik dili karakteristik özəllikləri, bireysel çalğılarının ifadə potensiallarını önə çıxarılmasına dikkat çəkməkdədir. Sonuç olaraq Azər Rızayevin Oda müzik əsərləri Azərbaycan müziğində ulusal çağdaş üslubun sintezini yansıtan önəmli örnəklər olaraq dəyərləndirilə bilər. Bu əsərlər həm bəstəçinin bireysel yaratıcı üslubunu, həm də genel olaraq Azərbaycan Oda müziğinin gelişim yönləmlərini belirləyən temel unsurlardan biri olaraq önə çıxmaqdadır. 20-ci yüzyıl Azərbaycan müzik kültürü ulusal genəllikləri korunaraq gəlişdirilən profesional bəstəçilik okulunun oluşumu açısından önemli bir dönem olarak değerlendirilmektedir. Bu süreçte Azərbaycan müziği halk yaradıcılığında özellikle muğam ve aşıq sanatına dayanmakla birlikte Batı müzik genelliklərinin etkisiyle yeni tür ve biçimsel kazanmıştır. Sonuç olarak ulusal klasik üslubun sintezi temelinde zengin bir çok yönlü bir müzik kültürü ortaya çıkmıştır. 20. yüzyılın ilk yarısında Üzeyir Hacıbeyli, Müslüm Magamayev, Qara Qarayev ve Fikrət Əmirov kimi öndə gedən bəstəçilərin fəaliyyətləri Azərbaycan profesional müziğinin temelini artırmış ve onun gelişim yönünü belirlemiştir. Bu bəstəçilər opera, balet, simfonik ve oda müziği gibi farklı türlerde değerli destekler vererek ulusal müziğin türsel çeşitliği önemli ölçüdə genişletmiştir. 20. yüzyılın 1950-ci yıllarında Azərbaycan Bəstəçilik Okulunun gelişiminde yeni bir aşama olarak öne çıkmaktadır. Bu dönemde daha önce oluşmuş genellikler temelinde yetişen yeni bir bəstəçi kuşağı ortaya çıkmış, müzik dilinde yenilikler arayışına yönelmiş ve bireysel üslub özelliklerini ön plana çıkarmıştır. Aynı yıllarda müzik türlerinde de belirgin ve gelişme gözlenmemiş, senfonik ve vokal senfonik eserlerinin yan sıra oda müziğine olan ilgi artmıştır. Böylesine zengin ve dinamik bir yaratıcı ortamda yetişen bestecilerden biri Azər Rızayev'dir. Onun sanatsal üretimi 20. yüzyılın ikinci yarısında Azərbaycan müziğinin gelişim eğilimlerini yansıtmakla özellikle oda müziği alanında ortaya koyduğu eserlerle dikkat çekmektedir. Azər Rızayevin əsərləri müzik dilinin ifadə araçları baxımından zənginliyi, ulusal entonasiyon özəlliklərinin korunması və çağdaş bəstəçilik texniklərinin uyğunlaşması açısından Azərbaycan müzik kültüründə önəmli bir yer tutmaqdır. Bu çalışmada Azər Rızayevin kamera, çalğı, müzik alanındakı əsərlərində müzik dilinin ifadə araçlarını incələmək amacı ilə çeşitli bilimlər yöntemləri yararlanmışdır. Araştırmanın temelinde analitik incəleme yöntemi oluşturmakla bəstəçinin seçilmiş kamera əsərləri, yapı özellikleri, melodin gelişişi, ritmik organizasyon, armonik dili, doku açısından sistemli biçimde analiz edilmiştir.
Bununla birlikdə müzikoloji analiz yöntəmi kullanılarak əsərlərin müziksal dili, estetik və ifadə boyutları arasında ilişki değerlendirilmiş, ifadə arayışlarının duyğusal, anlatımsal işlevləri ortaya konulmuşdur. Karşılaştırmalı yöntem çərçivəsində Azər Rızayevin əsərləri çağdaş olan digər Azərbaycan bəstəçilərinin kamera müzik örnəkləri ilə karşılaşdırılmış və bənzərliklər, farklılıqlar belirlənərək bəstəçinin özgün üslubu ortaya çıxarılmışdır. Ayrıca çalışmada tarixsel, ulusal yöntem uygulanaraq bəstəçinin yaratıcı fəaliyyətləri 20-ci yüzyıl Azərbaycan müziğinin genel genişim sürecində ele alınmış və üslubun oluşum dinamiklərini incelemiştir. Elde edilen bulgular genelleştirme yöntemi ve değerlendirilmiş ve Azər Rızayevin kamera instrumental eserlerinde müzik dilini ifade araçlarına ilişkin temel özellikler bilimsel çerçevede ortaya koyulmuştur. Azər Rızayevin yaratıcılığı 20. yüzyılın ikinci yarısında Azərbaycan Bəstəçilik Okulunun gelişimi eğilimlerini yansıtan önemli sanatsal olgulardan biri olarak değerlendirilmiştir. Bəstəçinin yaratıcı yönləmi, tür çeşitliği, bilgisayar üslub özellikleri, onun müzik dilinin zenginliği, çok yönlülüğü ile dikkat çekmektedir. Azər Rızayev profesyonel müzik eğitimini hem kompozisyon hem keman alanında almış olup, bu durum onun eserlerinde enstrümental düşüncenin belirleyici bir rol oynamasına zemin hazırlamıştır. Özellikle kemancı olarak geçirmesi, yaylı çalgılar için yazdığı eserlerde teknik olarak ifade araçlarının derinlikli biçimde ortaya konulmasına sağlamıştır. Bestecinin yaratıcılığında tür çeşitliliği dikkat çekmektedir. Senfonik, konçerto, oda müziği ve vokal türlerde eserler vermiş olmakla birlikte özellikle oda müziği ve keman repertuarına olan üretiminde merkezi bir konuma sahiptir. Bu bağlamda kamera ve orkestra için konçertoları, keman ve piyano için sanat ve sanatinaları, piyano triosu için çeşitli yer dörtlü ve oda müziği eserleri öne çıkan örnekler arasında yer almaktadır. Azər Rızayevin müzik dili temel özelliklerinden biri de ulusal müzik ünsürləri ilə çağdaş bəstəçilik tekniklərinin sintezidir. Onun eserlerinde muğam entonasiyaları, çağdaşdıran melodik girişim, ritmik, esneklik ve zengin tını arayışları belirgin biçimde gözlenmektedir. Bu açıdan düşünce ve qaytağı gibi eserleri ulusal müzik örneklerinin profesyonel bəstəçilik dili ilə organik biçimde bütünleştiği önemli örneklerdendir. Bəstəçinin üretiminde konçerto türü de önemli bir yer tutmaktadır. Onun keman konsertları ile keman, viola, orkestra için çift konsertosu, enstrümental virtüözya, senfonik gelişiminin uyumlu belirliliği yansıtmaktadır. Bunun yanı sıra Bakı 90 senfonisi bestecinin senfonik türü olan ilgisinin ve bu alanda araçlarını ortaya koymaktadır. Ada orkestrası için yazılmış eserler Azər Rızayevin yaratıcılığında önemli yer tutmaktadır. Nocturne, kantelina ve çeşitli enstrümental parçalar bestecinin küçük topluluklar için yazım teknikleri ustalığını göstermektedir. Bu eserlerde doku şeffaflığı, melodik ifade gücü ve tını çeşitliği onun üslubunun belirlik özgürlükleri olarak öne çıkmaktadır. Sonuç olarak Azər Rızayevin yaratıcılığı Azərbaycan müziğinde özellikle enstrümental ve oda müziği alanının genişiminde önemli katkılar sağlamıştır. Onun eserleri ulusal müzik genelliklerini korunarak çağdaş bəstəçilik anlayışıyla sentezleşmesi bakımından büyük önem taşımakla hem bəstəçinin bireysel üslubunu hem de Azərbaycan Bəstəçilik Okulunun genişlik yönlərini yansıtan değerli örnekler arasında yer almaktadır. Sonuç olarak bunu da demek isterim ki, Azər Rızayevin yaratıcı mirası değerlendirildiğinde dünya klasiki kavramına yalnız Batı Avrupa müzik genelliği sınırlı olmadığı aynı zamanda Azərbaycan ulusal müzik klasiklerinin kapsadığı görülmektedir. Bəstəçinin sanatsal yakışılımı genelliğe bağlılığı ile yenilik arayışının dengeli bir belirlilik üzerine kuruludur. O, geneleksel müzik düşüncesine sadık kalmakla birlikte bu çevreye aşan bireysel yorumları geliştirerek mevcut tür biçimlere yeni ifade olanlara kazandırmıştır. Bu durum özellikle klasik kompozisyon formlarının ve türlerinin özgün bakış açısıyla yeniden ele alınmasında açık biçimde ortaya çıkmaktadır. Bəstəçinin eserleri gelenek ile yeniliğin sintezi, müziksel dokuda bir denge üsuru olarak kendini gösterir ve bu denge klasik alışıyla özgü ve açıcılık ve şeffaflık bütünleşir. Azər Rızayevin yaratıcı üslubunda enstrümental müzik özel bir yer tutar. Özellikle keman müziğine olan ilgisi
onun icraçı olaraq instrumental teknik ifadə imkanlarının dərinləməsinə hakim olmasından qaynaqlanmaqdadır. Bu hakimiyyət əsərlərində çağının doğusuna uyğun yazım tekniklərinin ustalıqla uyğunlanmasına olaraq sağlanmışdır. Bəstəcinin müziğində diqqət çəkən başlıca özəlliklərdən də biri virtuozite ilə dərin lirik kontelinin dengəli bir biçimdə araya gətirilməsidir. Parlaq bir konseri karakteri taşıyan bir yapı dinləyici üzərində güclü bir estetik etki yaratır. Aynı zamanda lirizmin yorğunluğu ilə dramatik qarşılıqların dengəli biçimdə kurgulanması Rızayevin müzik dilinə özgün bir ifadə zənginliyi kazandırmaqdadır. Sonuç olaraq Azər Rızayevin yaradıcılığı gələneksel və çağdaş unsurlarının uyumlu sintezi təməlində şəkillənən bireysel üsub özəllikləri ilə önə çıxan və Azərbaycan instrumental müziğinin gəlişimində belirleyici rol oynayan önemli bir sanatsal olgu olarak değerlendirilməlidir. Diqqətiniz üçün minnətdaram. Təşəkkür edirik müəllimə. Sağ olun. Mənə sualınız varsa, müəllimələr, buyurun. Əgər icazə verirsinizsə, mən sual vermək istəyirəm. Buyurun. Demək, müəllimə, Azər Rızayevin yaradıcılığında kamera əsərləri hansılardır? Azər Rızayevin yaradıcılığında kamera instrumental musiqi janrı xüsusi yer tutur. Onun əsas kamera əsərlərinə kamera və tar orkestri üçün Qaytağı, Düşüncə, kamera orkestri üçün Poema, Nocturne əsərini göstərmək olar. Əsasən fortepiano, violin üçün trio yazıb, sonatina, sonatalar yazıb. Bəstəkarın yaradıcılığında xüsusi violin və kamera orkestri üçün yazdığı əsərlərdən daha məşhuru Cantilena əsərini göstərə bilərəm. Səssiz canlı müəllimə. Müəllimə səssiz. İndi açdım, hə. Bayaqdan təşəkkür eləmişəm. Yəqin o da gəlməyibdir. Təşəkkür edirəm bir daha Aygün xanım çıxışınızdan dolayı. Maraqlı idi, çox yaxşı çıxış idi. Şəlalə xanım, sualınıza görə də təşəkkür edirəm. Aygün xanım da əhatəli cavab verdi. Mənim üçün maraqlı bir cəhət odur ki, Azər Rızayevin bilirik ki, o professional skripka ifaçısıdır. Sizcə onun kamera instrumental əsərlərinin yaranmasında onun bax bu ifaçı olaraq rolu varmı? Onun professional ifaçı olaraq məhz o əsərlərə maraq göstərməyində. Mən onun düşüncə, yəni fortepiano tarçın əsərini dinləmişəm, hətta onu ifa eləmək fikrim var. Çox da xoşuma gəlir. Yəni düşüncə çox maraqlı bir əsərdir. Yəni onun belə deyək, sırf ifaçı, professional skripka ifaçısı olmağı da onun kamera instrumental əsərlər yaratmağına bir səbəbdir. Təşəkkür edirəm Aygün xanım bir daha. Çox sağ olun. Və sonuncu çıxış üçün sözü veririk Şəlalə xanım Rəhimliyə. Onun mövzusunu elan edeyim. Deməli, Azər Dadaşovun piano əsərlərinin özəllikləri. Buyurun Şəlalə xanım, söz sizdədir. Salam əziz müəllimlər, hər birinizi salamlayıram. Əgər icazə verirsinizsə, öz çıxışıma başlamaq istəyirəm. Buyurun, buyurun. Ekranı paylaşın, zəhmət olmasa. Sizdə açılmadı müəllimə? Yüklənir. Hələ yüklənir. Açılmayıb tam. Yenidən xoş gəldiniz yazıb. Açıldı səndə. Məndə də elə gəlir, onu soruşum görüm. Açıldı sizdə. Azər Dadaşovun piano əsərlərinin özəllikləri.
Bu makalede 20. yüzyılın ikinci yarısında Azərbaycan müzik kültüründəki estetik yeniləmələr bağlamında Azər Dadaşovun piano çalışmaları müzikoloji perspektivindən kapsamlı bir şəkildə izlənilmişdir. Araşdırmanın önəmi modern çağda ulusal müzik mirasını bilimsel bir təməldən incələmə, piano repertuarını teorik və pratik açıdan sistemləşdirmə və bu alandakı mevcud boşluqları gidərmə ihtiyacından qaynaqlanmaqdadır. Bu açıdan bakıldığında Azər Dadaşovun çalışmalarının analizi, ulusal müzik dilinin gelişimi, özelliklerini belirleme ve modern performans pratiğini bilimsel bir yaklaşma getirme açısından özel bir önem sahiptir. Araştırma müzik kuramı analizi, analitik yaklaşım, karşılaştırmalı analiz ve genelleme yöntemleri kullanılmıştır. Bu yöntemler aracılığı ile bestecinin piyano eserlerinin yapısal yapısı, biçim özellikleri, doku çeşitliliği, armonik dili ve entonasyon sistemi tutarlı ve sistematik bir şekilde incelenmiştir. Araştırma sonucunda Azər Dadaşovun piyano yaradıcılığının tür ve biçim çeşitliliği, teknik karmaşıklığı ve şiirsel ifade zenginliğiyle öne çıktığı belirlenmiştir. Eserlerinde seri ilkesi ön planda yer almakta olup bu seriler iki ana yönde gelişmektedir. Programlı ve programsız. Programlı örneklerde imgeler ve duygusal somutluk ön plana çıkarken programsız eserlerde müzikal malzemenin içsel gelişim düzenlikleri, biçim ve doku sorunları ön plana çıkmaktadır. Aynı zamanda bestecinin eserlerinde ulusal müzik tanılarının modern bestecilik teknikleriyle organik sintezi onun bireysel tarzını karakterize eden temel özellik olarak belirlenmiştir. Sonuç olarak Azər Dadaşovun piyano eserleri modern Azerbaycan müziğinin gelişiminde önemli bir yer tutmakta ve hem bilimsel, teorik hem de performans pedagojik açıdan değerli bir kaynak olarak kabul edilmektedir. Azerbaycan profesyonel müzik kültürünün oluşumu ve gelişimi 19. yüzyılın sonları ve 20. yüzyılın başlarından gerçekleşen önemli kültürel süreçlerle yakından bağlantılıdır. Bu süreçte Ulusal Kompozisyon Okulu'nun kurucusu Üzeyir Hacıbeyli'nin faaliyetleri özel bir öneme sahiptir. Onun çalışmaları Azerbaycan müziğinde ulusal gelenekleri ile Avrupa profesyonel müzik ilkelerinin organik birliğine sağlamış ve yeni müzik türlerinin yaratılmasına ve geliştirilmesine güçlü bir ivme kazandırmıştır. Üzeyir Hacıbeyli tarafından kurulan kompozisyon okulu sonraki dönemde Azerbaycan müziğinin gelişimi yönlerini belirlemiş ve profesyonel düzeyde ulusal müzik düşüncesinin oluşumunun temelini atmıştır. 20. yüzyılın ortalarından itibaren Azerbaycan Bestecilik Ekokulu yeni bir gelişim evresine girmiştir. Bu dönemde Qara Qarayev, Fikret Əmirov, Arif Məlişov, Cövdət Hacıyev, Niyazi ve diğer önde gelen besteciler ulusal müzik geleneklerini modern bestecilik yöntemleriyle zenginleştirerek Azerbaycan profesyonel müziğinin tür ve stil yelpazesini genişlendirmektedir. Ulusal tırını ve özelliklerini modern müzik diliyle sintezi özellikle 20. yüzyılın ikinci yarısında aktif olan bestecilerin eserlerinde dikkat çekmektedir. Bu dönemde piyano müziği de Azerbaycan bestecilik yaratıcılığında önemli bir yer tutmuş ve bir dizi ilginç eser ortaya çıkmıştır. Çalışma yöntemi. Bu çalışmanın konusu Azər Dadaşovun piyano için yazdığı eserlerdir. Bu eserler arasında prelütler, minyatürler, sonatinler, oyun serileri ve farklı dönemlerde bestelenmiş diğer piyano eserleri yer almaktadır. Çalışma sırasında bestecinin piyano eserlerindeki tür özellikleri, gam intonasyon sistemi, dokusal yapı ve biçim ilkeleri incelenmiştir. Araştırmada müzik teorisi ve müzikolojinin gerek yöntemleri kullanılmıştır. Eserlerin analizinde analitik karşılaştırılmalı ve sistematik yaklaşmalar uygulanmıştır. Ayrıca bestecinin eserleri Azerbaycan Bestecilik Okulu'nun gelişim özellikleri ve piyano müziğinin tür özelliklerini dikkate alarak bağımsal olarak incelenmiştir. 20. yüzyılın ikinci yarısı Azerbaycan müzik kültüründe yeni estetik akımların oluşumunda önemli bir aşama olarak nitelendirilir. Azər Dadaşov bu dönemin bestecileri arasında özel bir yer sahiptir. Yaratıcılığı hem ulusal köklerine bağlılığı hem de yenilikçi yaklaşımları ile öne çıkar. Azər Dadaşovun yaratıcılığının şekillenmesinde Qara Qarayev Okulu'nun rolü yadsınmaz. Qarayev'in pedagojik faaliyeti sadece teknik bilgi aktarımıyla sınırlı kalmamış, öğrencilerinde bağımsız yaratıcı düşünme yeteneğinin
geliştirilmesini de hedeflemiştir. Bu gelenek Dadaşovun yaratıcılığında da kendini göstermektedir. Dadaşovun vokal, simfonik ve koro eserleri de geniş bir yelpaze kapsar. Bunlar arasında barışa karşı, sabaha inan, Şehriyar, Ave Maria ve doğayı koruyalım gibi örnekler yer alır. Oda müziği eserleri ise lirikliği ve tını zenginliğiyle öne çıkar ve keman, viola, piyano ve diğer enstrümanlar için yazılmış çeşitli parçalar bu alanın temelini oluşturur. Bestecinin eserleri ulusal müzik geleneklerini modern bestecilik ilkeleriyle sentezleyerek kendine özgü bir üslup oluşturduğunu göstermektedir. Eserlerde liriklik, dramatiklik ve armonik zenginlik birbirini tamamlar. Ulusal tınılar, modern müzik teknikleri bir araya getirilir. Bu özellikler Azer Dadaşov'un modern Azerbaycan müziğinin önde gelen ve çok yönlü temsilcilerinden biri olarak nitelendirilmektedir. Azer Dadaşov'un piyano eserleri tür ve biçim açısından çeşitliliğiyle öne çıkar. Besteci piyano için çeşitli oyunlar, minyatürler, prelütler ve sonatinler bestelemiştir. Piyano eserlerinde ulusal müzik tonlamalarının kullanımı ve modern kompozisyon tekniklerinin uygulanması özel bir ilgi çekmektedir. Bestecinin erken dönem eserleri arasında 1966'da yazılmış 6 prelüt bulunmaktadır. Piyano eserleri hem teknik hem de şiirsel açıdan zorlayıcıdır ve modern Azerbaycan piyano repertuarının önemli bir bölümünü oluşturmaktadır. Azer Dadaşov'un piyano eserlerinde dizi ilkesi önemli bir yer tutar ve bu eserler içerik ve sanatsal bir fikir açısından iki yönde programlı ve programsız örnekler olarak gruplaştırılır. Programlı seriler belirli bir imge ve içerik yönlemini vurgularken programsız seriler daha çok müzik dilinin içsel gelişim düzenliklerinde ayrıca biçim ve doku konularına odaklanır. Programlı seriler arasında 6 minyatür, çiçekçiğin, atmacalar, 6 yüzünlü oyun, lirik oyunlar yer almaktadır. Bu eserlerde programlık, mecazi isimlerde duygusal durumların somutlaştırılmasında müzikal malzemenin anımsal yükünde kendini gösterir. Bu bağlamda bestecili belirli psikolojik veya betimleyici anlar müzikal araçlarda ifade etmeye çalışır. Programlanmamış seriler ise daha çok klasik enstrümantal genelliklere dayanmaktadır. Bu gruba ait olan 6 prelüt ve 6 minyatür serileri de tür içindeki organizasyon ilkeleri açıkça gözlemlemektedir. Özellikle 6 prelüt serisi zıtlık ilkesine dayalı bir bütün olarak dikkat çekmektedir. Serinin ilk prelüdü bir giriş niteliğinde ve genel müzikal gelişimin yönünü belirler. Burada 6 prelüt serisine ait demək nümunələr göstərilib. 3-cü və 5-ci prelütlər daha büyük hacimləri və teknik olarak karmaşık dokuları ile öne çıkar. Burada polifonik unsurları, yoğun doku ve virtüözlük gereksinimleri daha belirgindir. Bu özellikler bu prelütleri serinin doruk noktalarından biri olarak nitelendirilmemizi sağlar. Biçim açısından çoğu prelüt 3 bölümlü bir yapay sahiptir. Bu bestecinin klasik biçim ilkelerine bağlılığını gösterir. Tekrar bölümlerde ses aralığı değişikliği ve tınız çeşitliliği özel bir rol oynar. Azer Dadaşov'un piyano eserlerindeki programlı seriler özel bir sanatsal ve estetik anlam taşır ve bestecinin figüratif düşünce biçimini açıkça yansıtır. Bu bağlamda Çiçekçi'nin 6 minyatür, atmacalar, 6 yüzünlü oyun ve lirik oyunlar gibi seriler programlı piyano eserlerinin başlıca örnekleri olarak dikkat çekmektedir. Bu serilerde programlılık yalnızca eserin genel fikrinde değil, aynı zamanda iç yapısını da bireysel parçaların karakterlerinde de kendini gösterir. Besteci programlılık ilkesini iki farklı şekilde uygular. İlk durumda seri tek bir isim altında sunulur ve bu isim tüm piyesleri ortak bir fikir imge çerçevesinde birleştirir. Bu yaklaşımda bireysel bölümler birbirini tamamlayan ve genel içeriğe geliştiren bileşenler olarak işlev görür. İkinci durumda ise serideki her oyun ayrı ayrı adlandırılır ve sonuç olarak çeşitli duygusal durumları, psikolojik tonları ve betimleyici anlar yansıtan bağımsız imgelerden oluşan bir sistem oluşturulur. Böylece seri içinde hem tek bir fiziki çizgisi hem de bireysel karakterler paralel olarak gelişir. Bu serilere genel bir bakış Azerbaycan piyano performans ve repertuarındaki önemli rollerini ortaya koymaktadır. Her seri bestecinin üslup özelliklerini yansıtarken müzikal dünyanın genişliğini ve çeşitli kaynaklardan yararlanma yeteneğini de göstermektedir. Özellikle dikkat çekici Cəlalə olan xanım, bu sonucu eserlerin... oxuyun zəhmət olmasa. Sonucu oxuyun. Başta. Sonra
Yapılan araştırmalar Azər Dadaşovun piano əsərlərinin Azərbaycan professional müziğinin gelişimində büyük önem taşıdığını göstermektedir. Bestecinin piano əsərləri tür çeşitliliği, biçimsel niteliği ve ifade araslarının zenginliği ile öne çıkmaktadır. Əsərlərdə ulusal müzik gelenekleri de modern bestecilik tekniklerinin organik bir sintezini gözlemlemektedir. Piano əsərlərinin yapısı romantik bestecilerin genelliklerinin etkisini de yansıtmaktadır. Programlı ve programsız serilerin karşılaştırılması bestecinin aynı türe farklı yaklaşımlar uygulamasını göstermektedir. Bu yaklaşımların temel odak noktası duygusal zıtlıkların yaratılması, imgelerin yan yana getirilmesi ve müzikal materialın genişlenmesidir. Dikkatiniz için teşekkür ederim. Mən təşəkkür edirəm. Çox sağ ol. Mənalı, qəşəng araşdırma aparmısan. Dəyərli araşdırmada. Təşəkkür edirəm Şəlalə xanım. Sualı olan varmı Şəlalə xanıma? Var müəlliməm. Mənim Şəlaləyə bir sualım var. Azər Dadaşovun yaradıcılığında ən çox hansı janrlara, yəni üstünlük vermişdi? Demək, Azər Dadaşov yaradıcılığında daha çox simfonik janra, kamera instrumental musiqisinə, vokal romans janrına, tiyatro səhnə müziyinə başvurmuşdur. Bu janrlar bestəcinin yaradıcılıq üslubunun təməl yönlərini oluşturur və onun Azərbaycan müziğin kültürünə verdiyi katkıları göstərir. Təşəkkür edirəm. Çox sağ ol. Xanımlar, bizə ayrılan vaxt bitir. Ona görə də bizim çıxışlarımız da yekunlaşdı. Mən hər birinizə katılımınızdan dolayı çox təşəkkür edirəm. Çox sağ olun ki, qatıldınız. Gözəl çıxışlarınızla konqremizə deməli dəyərli fikirlərinizi sundunuz. Sertifikatlarınız təqdim olunacaqdır. Hər kəsin öz mailinə göndəriləcəkdir. Mustafa hocam da bayaq dedi. Mən sonda istəyirəm konqrenin tüm təşkilatçılarına, başda da dəyərli hocamız Mustafa hocamız olmaqla bütün təşkilatçılara öz təşəkkürümü bildirim. Belə gözəl bir konqre təşkil ediblər. Gələcək konqrelərdə inşallah görüşmək diləyi ilə hər birinizə bir daha təşəkkür edirəm. Sağ olun, görüşmək üzrə. Teşekkür ederim. Günay Hoca, siz de bizi bu kongreye dahil ettiğiniz için hem Mustafa Hoca'ya özellikle size öz teşekkürümüzü bildiririk. Çox sağ olun. Çox sağ olun. İnşallah gələcək konqrelərdə görüşərik. Görüşmək üzere. Çok sağ olun. Sağ olun.